Uğurlar. Məşhur aparıcımız Kamran. Kamran Bey. Olur Bey. Axşamınız xeyir, değerli izleyicilerimiz. Növbəti oyunumuz 3-cü turun son oyunu. Ardanış və Çakər komandalar arasında başlayacaq son qarşılaşma. Buna qədər hər iki komanda B qrupunun komandasıdır. 2 turdan sonra Ardanış komandası Maksim Xalla, 6 Xalla turun zərbənizi bildirdi. Çakər komandası aktivində 4 xal var. İkinci yerdə qərarlaşır. Hər iki komandaya uğurlar arzu edirik və ilk olaraq komandaların əsas heyətlərini nəzərə çatdırıram. Nominal meydan sahibləri Ardanış komandası. 1 nömrə Elvin İsmailov, təcrübəli çərçivə qoruyucusu. 10 Aras Hüseynov, 12 Emin Ələskərov, 19 Elçin Aliyev, 5 Şükür Məmmədəliyev, 11 İmadəddin Zeynalov, 22 Ramiz Bəlizadə, 16 Əsgər İbrahimov, komandanın kapitanı, 7 Agil Qurbanov, 6 Ramiz Hüseynov, Qonaq komandası, Çakər komandasının əsas heyətləri qapıda 1 Sənan Salmanov, 17 Fuad Abdullayev, 13 Niyaz Abdullayev, 77 Harun Pirməmmədli, komandanın gənc və istedadlı oyuncusu. 9 daha bir gənc istedad Oktay Süleymanov, 50 Bəşir Allahverdiyev, 88 Əvəz Abdullayev, 10 Nicat Zeynalov, 6 Vüsal Zeynalov, 4 Cəlal Həsənov, 8 Emin Əhmədli. Ardanış komandasının baş məşqçisi İsrafil İsmailov, Çakər komandasının baş məşqçisi Azərbaycan futboluna töhfələrini vermiş kifayətlər təcrübəli mütəxəssis Namiq Məmmədkərimov. Emin Ələskərov, Niyaz Abdullayev, Oktay Süleymanovu düşündü. Topu yan xəttdən Ardanış komandası daxil edəcək. Hər iki komanda oyuna fəal başlayıb. Ramiz Ardanış komandalarının hücum əmləsi. Bu arada Oktay Süleymanov Ardanış komandasının oyunçusuna qarşı çobudluq edir. Referi qayda pozisiyonu qeydə alır. Çakər komandası aktivinə ilk cərmə faulu yazdırır. Qapıya doğru zərbə. Qapıya düşə bilmir Ramiz. Sənan Salmanov, Fuat Salman, Sənan Salmanov, Bəşirə doğru ötürmə. Elvin İsmailovun nəzarəti altında top çıxır. Ramizdən ayaq arası keçir. Çakər komandasının gənc oyuncuları presik tətbiq edir. Çıxa biləcək Ardanış. Çıxırlar da. Niyaz Abdullayev komandasının dalına çatır. Oktay Süleymanov, gənc futbolçu uğramağı bacarır. Bəşir, Ramiz, Fuat, Bəşir, Çakər komandası təzyiq artırır bu dəqiqələrdə. Qapıya doğru zərbə.
Harun Pirməmmədli. Vüsal Süleymanov. Ardanış komandasının müdafiəçi Ramiz. Sərt və dəqiq zərbələri var bu futbolçunun. Qapıya doğru zərbə, out. Ramiz. Şükür Məmmədəliyev. Qapıya doğru zərbə. Sənan Salmanov qapısında diqqətlidir. Bəşir. Out Çaykent komandasının. Namik Məmmədkarov. Niyaz Abdullayev oyuna bırakır. Bəşirin yerinə. Əvəz Abdullayev. Niyaz Abdullayev. Azər Hüseynov. Ramiz. Bu futsal dilində desək, qaydalara ziddir. Referi Çaykent komandasının lehine sərbəst zərbəni təyin edir. Oyunun baş hakimi. İllərini Azərbaycan futboluna əsirləmiş təcrübəli referi Fəqan Kərimovdur. Ardanış komandasının hücum həmləsi. Oyun üstünlüyünə bırakır. Əvəz Abdullayev. Əvəz Abdullayev. Ara ötürməsi. Oktay Süleymanova gəlib çıxmır. Emin Ələsgərovdan. Ramizə. Nicat Zeynalov. Oktay Süleymanova doğru. Oktay Süleymanov gənc istedad. Çaykent komandasının parlayan ulduzlarından biri. Nicat Zeynalov növbəti hücum həmləsi Çaykent komandası üçün. Əvəz Abdullayev. Harun Pirməmmədli qarşılayırlar Ardanış komandasının oyuncuları. Çaykent komandası istəkli başlayıb oyuna. Harun Pirməmmədlilər qapıya doğru zərbə. Elvin İsmailov. Təcrübəli. Təcrübəli qapçı. Çaykent komandasının fərqlənməyinə imkan vermir. Qapıya doğru zərbə. Harun Pirməmmədlidən. Qapıya vurulmuş zərbə sayıb elərdi bu epizodu. Ardanış komandasının hücumu qarşılayan Niyaz Abdullayev. Qarşılayır Oktay Süleymanov. Oktay'a qarşı çabuklu. Referi. Sərbəst zərbəni qeyd alır. Ardanış komandası bu dəfə aktivinə. Növbəti cərimə qaydat pozuntusunu yazdırır. Gənc səyirlərimizi zədələmək olmaz. Çaykent komandası bu vəziyyətdən yararlana biləcəkmi? Namik Məmmədkərimov oyuncularına tövsiyələrini verir. Topun arkasında Əvəz Abdullayev standart vəziyyəti necə yerinə yetirəcək Çaykent komandası? Qapıya doğru zərbə. Taktiki standart vəziyyəti idi. Düşünülmüş vəziyyəti idi bu. Görünür komanda məşqlərdə kifayət qədər belə vəziyyətləri dəyərləndiriblər. Ardanış komandasının hücumu başlayır. Ramizə doğru ötmə. Əllə oyun. Bəli, referi də bunu görür. Sənan Salmanov. Hakim qayda pozisiyonu qeyd alır. Əllə oyunu qeyd alır. Sənan Salmanov. Sənandan soluna doğru ötmə. Niyaz Abdullayeva doğru. Təcrübəli futbolçu çata bilmir topa.
Elvin İsmailov. Ramiz tabandan möhtəşəm ötürmə. Harun Pirmənbətli, gənc istedad. Harun. Oktay Süleymanov. Ayak içi ötürmə, out. Çox səyli başlayıb Çaykan komandası bu oyuna. Növbəti 3 xalı aktivində yazmaq istəyir Çaykan komandası. Solcuna ötürmə. Əvəz Abdullayev qarşılayır. Nicat Zeynalov. Qarşılığı top ikiləri. Harun Pirmənbətliyə doğru ötürmə. Çata bilmir gənc istedad. Bu komandanın iki istedad, daha çox istedadı var. Amma bu turnirdə parlayan iki oyuncusu var. Bu Harun Pirmənbətli və Oktay Süleymanovdur. Hər iki oyuncu bir-birini yüksək səviyyədə başa düşürlər. Nicat Zeynalovdan pressing. Ardanış komandası Ramizin ötürmək istəyi alınmır. Sol cinahdan Auto Çaykan komandası yerinə yetirəcək. Sanan Salmanov. Namiq Məmmədkərimov növbəti əvəzə lüzumdur. Fuad Abdullayev oyuna bırakır. Əvəz Abdullayev qapıya doğru ötürmə. Nicat Zeynalov. Topa çata bilmir. Oyuna Təmasib İsmailovun YouTube portalı vasitəsilə izləyirsiniz. Emil Əsgərovdan ötürmə. Elvin İsmailov. Pressing. Az qala qapısı topu itirəcəkdi. Çaykan komandasının həmlələri davam edir. Harun Pirmənbətli. Nicat Abdullayev. Fuad Abdullayev. Əvəz Abdullayev. Ramizdən növbəti hücum həmləsi bu dəfə Ardanış komandası üçün topu saxlayır. Əvəz topu oğurluyor. Küstə zərbəli Çaykan komandası yerinə yetirəcək. Təzyiqli başlayıb Çaykan komandası. Qapıya paylaşma! Əvəz Abdullayev! Fuad Abdullayev'in qapıya doğru ötürməsi. Qoyun Niyaz Abdullayev. Çaykan komandası demiştim bu oyuna. Təzyiqlə başlayıb. Demişdim, gol yetişmişdi. Loru dildə desək, gol yetişmişdi. Oyunun 30. dəqiqəsində hesab atılır. Çaykan komandası 1-0. Üstünlüyü ələ getirir. Ardanış komandasının heyətində dəyişikliklər var. Qarşılayır Ardanış komandası. Bu dəfə də gənc futbolçuya qarşı kobudluq. Yerdə qalır. Axı, niyə gənclərimizi zədəliyirsiniz? Oyun epizodlarında diqqətli olmaq lazımdır. Bunlar bizim gələcəklərimizdir. Çaykan komandasının istəyəli oyuncuları Oktay Süleymanov, Harun Pirmənbətli, Çaykan komandasının tapıntıları. Topun arxasında Fuad Abdullayev, növbəti standart vəziyyət. Fuad Abdullayev, qapıya ötürmə. Out, qarşılayırlar Ardanış komandası. Azər Hüseynova deyən top, istiqamətini dəyişir. Outdan topu. Out, istiqamətini dəyişir. Elçin Aliyevdən ötürmə. Ramiz bu dəfə qayda pozuntusu. Ardanış komandası üçün növbəti qayda pozuntusu.
Ardanış komandası Ramiz. Ramiz. Kapıya doğru zərbə. Kifayət qədər tempolu başlayıb bu oyun. Demiştim, bundan önceki canlı yayınlarda demiştim bu oyun gərginliyiyle yadda qalacaq. Sənan Salmanov 5 dəqiqəlik, 5 saniyəlik vaxtı bitirdiyinə görə Sakin komandasının qapısında sərbəst zərbə təyin olunur. Bu dəfə Ardanış komandası standart vəziyyəti necə yerinə yetiriləcək? Futbolçular öz aralarında danışırlar. Hansısa taktiki gedişatı bir-birlərinə bildirirlər. Baxaq. Kapıya doğru zərbə. Əllə oyun. Bu dəfə də əllə oyun qeydə alınır. Hakim fiti gözlü indir. Növbəti standart vəziyyət. Topun arkasında Azər Hüseynov və Ramiz Bəlizadədir. Baxaq. Necə yerdə yetirir? Bu dəfə də zərbə. Qarşılayırlar. Blok qoymağı bacarır Sakin komandası. Elvin İsmailov. Çabuk oyun. Gənc futbolçudan çabuk oyun. Hakim vərəqə ilə gəlir. Kartını verəcək mi? Yox, heç bir vərəqədən söhbət edə bilməz. Sadəcə sərbəst təyin edir referi. Baxa, qapıya doğru zərbə, Ramizlər, qarşılayır Sənan Salmanov. Gərgin keçir bu maç. Daha bir ötürmə, out, qarşılayırlar Sakin komandasının futbolçuları. Ardanış komandası qarşılayır Bəşir. Ramiz, Bəlizadə, Oktay Süleymanov qarşısında. Ramiz ötürmə, paralel ötürmələr, nə olacaq? Qapı. Şükür Məhməd Əliyev, Ramiz. Azər. Məşqçinin şansı. Bu adı Abdullayev, qapıya zərbə. Elvin İsmailov top oyuna daxil edir Ardanış komandasında. Çox istəylidir Sakin komandası. Ayak koyuyor. Fuat, Ramiz. Qarşılayırlar. Çox gərgin oyun keçir. Harun Pirməmmədli. Oy, dabandan ötürmə. Sakin komandası bir dəqiqəlik time-outdan istifadə edir. Baxaq. Əksi hansı tövsiyələrini verəcək komandasına? Taktiki vəziyyəti dəyişəcəkmi? Komandası üstün durumdadır. Növbəti komandaya keçək. Ardanış komandası. Hakim bir
dəqiqəlik. Saymatın bitdiyinidir. Baxaq Küsdən top oyuna Çakək komandası daxil edəcək. Bu oynada kifayət qədər izləyici topçusu var. Çakək komandasının kifayət qədər izləyicisi var. Baxaq, Sadaf ədəti yerinə etdilər. Niyaz Abdullayevin qapıya doğru zərbəsi. Çərçivəyə düşə bilmir Abdullayev. Ramiz. Apçı. Niyaz Abdullayev. Növbəti hücum həmləsi. Abdullayevdən Harun Pirməmmədli. Dəyə top. Top outda çıxır. Top Ardanış komandası yerinə yetirəcək. Elvin İsmailov. Ramizə doğru ötürməsi. Out. Out Çakək komandasındır. Kenan Salmanov. Sadina. Harun Pirməmmədli. Gənc istedad. Oktay Süleymanov. Harun Pirməmmədli və Oktay Süleymanov birləşməsi. Alt kazandır komandasına. Oktay zərbəsi. Hesab 1-0. Çakək komandası öndədir. Oyunun 20-ci dəqiqəsi. Ramiz. Ramiz. Fuat. Turnirin burada çabuk bir oyun. Hakim vərəqə ilə gəlir. Bəli, sarı vərəqə. Ardanış komandasının 5 nömrəli oyuncusu Şükür Məmmədəliyevə göstərilir sarı kart. Cəzalanır futbolçu. Gənc oyunculara qarşı çabukluğunla seçilir Ardanış komandası. Niyaz Abdullayev. Niyaz qapısına dönüş edir. Bəşir. Komandanın 50 nömrəsi. Topu oyuna Elvin İsmailov daxil edəcək. Çəkinmirlər Ardanış komandasına Çakək komandası. Aliz oyun göstərir, gərgin oyun gedir. İkili mübarizələr. Ramiz, Sadina ötürmə. Ardanış komandası 10 nömrəsi Adar Hüseynovdan ötürmə. Top alta çıxır. Niyaz Abdullayev altta top oyuna daxil edəcək. Yəqin paralel ötürmə olacaq, bəli. Harun Pirməmmədli. Harun, qapıya doğru zərbə! Elvin İsmailov! Elvin İsmailov! İki gözəl hərəkət! Harun Pirməmmədli vurur. Elvin İsmailov eyni gözəlliklə topu dəf edir. Out. Çakək komandası qapıya doğru daha bir zərbə. Qarşılayır. Ramiz Bəlzadə. Harun Pirməmmədli. Dayanmaq bilmirlər. Dayanmaq bilmirlər gənc istedadlar. Paralel ötürmə. Bu dəfə qarşılayan Bəşir. Bəşir, Abdullayev. Azər Həsənov, Hüseynov. Qapıya doğru zərbə. Sənan. Qapıdan top oynar. Sənan. Salmanov daxil edəcək. Uzun ötürmə. Aha, gərgin oyun keçir və burada Harun Pirməmmədli qayda pozisiyona yol verir. Gərgin bir oyun keçir. Qarşılayır Ramiz. Soğuduna ötürmə. Ramizdə qal top. Paralel ötürmə. Qarşılayır Çakək komandası. Əvəz Abdullayev oyuna daxil olur. Bəşir Abdullayev. Harun Pirməmmədli. Elvin İsmailov. Növbəti hücum həmləsi. Ardanış komandası üçün.
Ramiz Bəlizadə. Şükür Məmmədəliyevdən ötürmə. Ramiz. Parla ötürmə. Digər Ramizə. Qapdı. Qapdı. Sənan Salmanov. Ehtimalıdır qapıda. Aramsız hücumlar devam edir her iki komandadan. Qarşılayır. Fuad Abdullayev qarşılayır. Ramiz Bəlizadə ayağına top tutmur. Növbət hücum şansı solda taban ötürmə. Bəşi qapıya doğru zərbə. Ay ay ay. Top az fərqdə çöldədir. Və referi ilk hissənin bittiğini bildirir. Sakent komandası komandalarını dəstəkləyir. Aramsız dəstək var. Bu komandanın azarkeşləri tərəfindən komandaya. İndi hər iki komanda meydanda yerlərini dəyişəcək. Ardanış komandası durğun göstərir. Komandanın baş məşqçisi komandaya töhfələrini verəcək. Geri dönüş olacaqmı? Çox gərgin bir oyun. Oyunda hansı tərəfin qalib gələcəyini müəyyənləşdirmək çox çətindir. Növbəti komanda. Sakent komandası. Namiq Məmmədkərimov. Komandasını bu çempionata kifayət qədər yaxşı kökləməyə bacarıb. Mütəxəssis. Taktik gedişatları verir, biz isə maraqlı bir oyuna şahidlik edirik. Bu oyunda çox nizamlı oynuyor Sakent komandasının futbolçuları. Kifayət qədər yaxşı köklənib bu çempionata. Hədəfləri yüksəkdir yəqin ki, bəli. Motivasiyalar davam edir Sakent komandasının futbolçuları bir-birlərinə. Həmçinin azarkeşləri də komandalarına dayaq durmağa bacarırlar. Artıq üçüncü turdur. Üçüncü turda bu komandanın oyununu izləməyə gələn kifayət qədər azarkeş var. Bu komandanın prezidenti Ramiz Mansurovdur. Komandasını həm maddi, həm mənəvi dayaq olmağı bacarır. Elini obasını sevən hər bir, kəndini sevən hər bir kəs komandasının yanında olmağı bacarmalıdır. İkinci hissəyə referi sağına baxır və Fəqan Kərimov ikinci hissəyə başlayan fikrini səsləndirir. Ardanış komandası topa yan xəttdən Sakent komandası daxil edəcək. Sənan Salmanov. Sənan sol cinaha ötürmə. Burada Harun Pirməmmədli var. Gənc Stad topu ram edəmə bacarmır. Out Ardanış komandasının. Ramiz Bəlizadə. Digər Ramiz Hüseynov. Qapıya doğru zərbə. Blok qoyur. Blok qoyur. Nicat Zeynalov blok qoymağı bacarır. Komandanın təcrübəli 10 nömrəli futbolçusu Nicat Zeynalov. Fuad Abdullayev. Nicat Zeynalov. Fuadla ötürmə. Ötürmə kəskin olduğu üçün Oktay Süleymanov topu ram etməyə bacarmır. Out, növbəti out Ardanış komandasının. Emin Ələsgərov. Ötürmə, qarşılayır Fuad. Fuad qapıya kəskin zərbə. Ay ay ay. Top az fərqdə, az fərqdə. Futbol dilində desək, dirəyi yalayır keçir.
Sakət komandası ikinci topu Ardanış komandasının qapısına keçməyə yaxın idi. Bu dəfə növbəti həmlə Ardanış komandasında. Qapıcı Sənan Salmanov bu dəfə etibarıdır qapısında. Küzdən topu Ardanış komandası yerinə yetirəcək və 5 saniyə bitdiyinə görə topu Sakət komandasına verir. Sol cinaha Harun Pirməmmədi qapısı gözəl görür. Ram etməyə bacarmır gənc istedad. Bu turnirin simvolları var. Oktay Süleymanov, Harun Pirməmmədli. Hər iki gənc istedad. Oktay, Harun, Oktay Süleymanov qapıya zərbə. Ay. Aramsız hücumlar Sakət komandasında bu dəqiqələrdə. Elvin Süleymanovdan Ramiz Vəlizadə ötürmə, qapıya çərçivəyə düşə bilmir. Təcrübəli futbolçu, 22 nömrəli futbolçu. Nidat Zeynalov, hücum şansı, Harun Pirməmmədli. Harun aya qoymaq bacarır. Çox istəklidirlər bu futbolçular. Oktay, Harun. Ötürmə, Abdullayeva doğru ötürmə. Elvin İsmailov. Azər Hüseynovla gəlkən daha bir hücum Ardanış komandasına qarşılayırlar. Əvəz Abdullayev. Çox gözəl köşəblər bu oyuna Sakət komandası. Artıq adlarından söz etdirir bu komanda. Əməkçiləri, oyuncuları ilə adlarından söz etməyə bacarır Sakət komandası. Ramiz Vəlizadəyə deyək top. Qapıdan çıxır, qapıdan topu Salmanov daxil edir. Abdullayev, Zeynalov. Abdullayev, Zeynalov. Pirməmmədli. Paralel ötürmələr, qarşılayır Ardanış komandası. Əvəz Abdullayev komandasının köməyinə gəlir. Nicaz ram etməyi bacarır. Sağcına ötürmə. Oktay Süleymanov top istəyirdi burada. Yəqin ki bu video formatı Namik Məmmədkərimov oyundan sonra izləyəcək və hansı nöqsanların baş verdiyini varsa komandasına bildirəcək. Növbəti hücum şansı Ardanış komandası üçün. Agil Qurbanov, Ramiz Vəlizadə, Şükür Məmmədəliyev. Qarşılayır Niyaz Abdullayev, komandanın kapitanı Əvəz Abdullayev. Əvəz Abdullayev, neynəyəcək? Ötürmək. Bir-birlərini başa düşmürlər. Harun Pirməmmədli və Əvəz Abdullayev. Növbəti hücum həmləsi Ardanış komandası. Çox istəklidir Sakət komandası. Pirməmmədli, Harun Pirməmmədli. Sakət komandasının həqiqətən parlayan simaları Harun Pirməmmədli və Oktay Süleymanov. Komandanın hər birinin faydası var, hər bir oyuncu istedadıdır. Amma xüsusən bu iki gənc futbolçunu fərqləndirmək lazımdır. Niyaz Abdullayevdən. Elvin İsmailov topu Şükür Məmmədvəliyevə verir. Xətdən topu oyuna daxil edir. Elçin Aliyev. Ramiz Vəlizadə. Götürmə, az qala Oktay Süleymanov, az qala. Topu ram edə bilmir. Top sürətli idi. Elvin İsmailov. Elvin İsmailov, soğuduna. Şükür Məmmədvəliyev. Pressing. Harun Pirməmmədli. Pressing öz bəyrəsini verir. Niyaz Abdullayev, qapıya zərbə. Olmur. Pressinglərə baxın siz Sakət komandasında. Üçlü pressing. Burada Şükür Məmmədvəliyev qarşılayır Niyaz Abdullayev. Hücum həmləsi davam edir. Elçin Aliyev. Agil Qurbanov. Agil kilip reydlər. Ay. Top gəlib çatmır. Şükür Məmmədvəliyev. Vəlizadə.
Şiraşil sağcına. Keçə bilmir. Əvəz Abdullayev'dən. Növbəti hücum şansı bu dəfə Çayka komandası. Əvəz Abdullayev ötürməyə badar. Harun Bilməməz sağcına atar. Elvin İsmailov. Elvin İsmailov sağcıqdan Oktay Süleymanov. Top istəyirdi. Görə bilmədi. Harun Pirməmmədli hücumu kəskinləşdirə bilərdi. Harun Pirməmmədli. Növbəti hücum şansı. Ramiz Bəzadə. Qapıya doğru zərbə. Qarşılayırlar. Qarşılayır Fuad Abdullayev. Fuad Abdullayev. Ardalış komandası. Ələ oyunu işarə edirdi Batır referisinə və referi heç bir qayda pozuntusunun olmadığını deyir. Bu arada Namik Məmmədkərimov komandasına töhfələr verir. Topa ota. Ardalış komandası daxil edir. 50 nömrə Bəşir. Bəşir. Allahverdiyev qarşılayır. Ayaq qoyurlar. Bəşir Allahverdiyevdən növbətin şansı Çayka komandası qapıya doğru zərbə. Çətilə düşə bilmir. Bəşir Harun Pirməmməddən üzünü istəyir. Sol zılaha görmədim deyib. Növbətin hücum şansı. Həmlələr davam edir Ardalış komandasında. Qarşılıqlı hücumlar var. Hər iki komandadan qarşılıqlı hücumlar var. Əvəz Abdullayev. İkili mübarizə. Ehtiyatlı olmaq lazımdır. Setqalında ehtiyatlı olmaq lazımdır. Bu bir dostluq, bu bir qardaşlıq oyunudur. Son dərəcə bir-birimizə qarşı ehtiyatlı oynayaq, zədələnməyək. Biz Qərbi Azərbaycanlılar hər şeyimizlə gözəlik, dostluğumuzla, qardaşlığımızla, futbolumuzla biz bütün gözəlliklər Allah bizə nəsib edib. Harun Pirməmmədli ilə növbəti hücum şansı. Qarşılayır Ramiz Bəlizadə. Ötürmələr. Burada Şükür Məmmədvəliyevə komanda yoldaşları etiraz edir. Niyaz Abdullayevə referi xəbərdarlıq edir. Bəşir keçməyə bacarır. Bəşir sol cilaha. Qapıya zərbə. Bəşir Allahverdiyev Ardalış komandasının qapısından ikinci golü keçirir. Çox gözəl bir oyuna şahidlik edirik bu dəqiqələrdə. Soket komandası möhtəşəmdir. Həqiqətən çox istəlidir bu komanda. Çox gözəl başa düşürlər bir-birini komanda. Yəni ne de desək, sözün əsl mənasında. Hər tərəfli nizam, intizam. Futbol perspektivlərini qarşıda qoyan Sakin komandası möhtəşəm formandadır uşaqlar. Allah qorusun hər birini. Bütün komandalarımız hətta. Qapıya zərbə! Ardalış komandası! Ramiz Senov'la fərq azaldır. Ramiz Senov qapıdan çobut bir səhv. Qapının çobut səhvi. Esaf fərq azalır. Meydanın mərkəzindən Çayka komandası top oyuna daxil edir. Bəşir Allahverdiyev. Oy, çobut bir oyun. Qaldırır. Ehtiyatlı olmaq lazımdır. Bu bir qardaşlıq, dostluq oyunudur. Referi. Növbəti qayda pozuntusu. Aktivlər növbəti qayda pozuntusunu yazır. Ardalış komandası. Niyaz Abdullayev, Əvəz Abdullayev, Bəşir qapıya doğru zərbə. Bloklayırlar. Əks hücum şansı. Oktay. Oy, Gənc Sedat. Sata bilmir Oktay Süleymanov. Ramiz Bəlizadə. Ramiz Senov. Şükür Məmmədvəliyev. Ramiz Bəlizadə. Top ayağından açır və top out'a çıxır. Oktay Süleymanov. Bəşir. Ram etməyə bacarır.
Niyaz Abdullayev'e dönür. Kapıya doğru zərbə. Ay ay ay. Qapçıdan kobuz bir səhv. Qapçı. Uşaqların əməyini yerə vurma qapçı. Elvin İsmailov. Olmaz qapçı. Boyunda səhv etmək bağışlanmazdı. Ramiz Bəlzadə. Paralel ötürmə. Niyaz Abdullayev'in. Nəzarəti altında topu alta çıxır. Niyaz Abdullayev alttan top oyuna daxil edir. Qarşılayırlar. Ümadəddin Zeynalov out. Topu yan xəttdən oynar. Komandanın kaptanı Niyaz Abdullayev daxil edəcək. Bəşirə qarşı növbəti qayda pozuncusu Ramiz Hüseynovda. Növbəti qayda pozuncusu. Aktivdən növbəti zərbə faulunu yazdırır Ardanış komandası. Fəqan Kərimov Ramiz Hüseynova sakit oynamasını deyir Niyaz Abdullayev. Qapıya doğru zərbə. Daha bir zərbə. Fuad Abdullayev'dən Ramiz Hüseynov. Bəşir Allahverdiyev. Ramiz Hüseynov. Ötürmə. Niyaz Abdullayev qarşılayır. Qapçı. Hərəkət var mı? Xeyr. Hakim oyunu indir. Yan xəttə top oyuna daxil edir Ardanış komandası. Namik Məmməd Kərimov. Komandanın məşqçisi. Çakan komandasının məşqçisi. Bir dəqiqəlik time-outdan istifadə edir. Baxaq. Baxaq tədbirməli məşqçi. Hesab fərqini qoruyub saxlaya biləcəkmi? Baxaq. Getək növbət tərəfə. Ardanış komandasına. Hesab fərqini azaldıblar. Ardanış komandası İsrafil İsmailov komandasına tövsiyələrini verir. Oyuna həddindən artıq maraq kifayətdir. Hər iki komandanın kifayət qədər azatkeş oyuncusu var. Yan xəttdən top oyuna Çakan komandası daxil edəcək və referi bir dəqiqəlik time-out vaxtının bitdiyini söylüyor. Kapıya paralel ötürmə, qarşılar, Əvəz Abdullayev, kapıya göndərmə! Əvəz Abdullayev! Bu çabuk səhvi bağışlanmır Abdullayev! Çakan komandası, Ardanış komandasının qapısından üçüncü topu getirir. Ardanış komandası belə təsəvvür eləmirdi maçın dramatikliğini. Çakan komandası çox möhtəşəmdir bu oyun. Əvəz Abdullayev fərqlənərək Çakan komandasının üstünlüyü üst topa çatdırır. Ayak koyur. Növbəti hücum həmləsi Oktay Süleymanov. Keçməyə bazarı keçirər. Qapıya döndərmə. Oktay Süleymanov. Oktay Süleymanov. Ardanış komandası çaşkındır. Nə baş verdiğini belə bilmirlər. Bir dəqiqə ərzində 2 top keçməyə bacarır Çakan komandası. Ardanış komandasının qapısından. Möhtəşəm bir oyun izləyirik. Həqiqətən çox nizamlı oynayır bu komanda. Çox gözəl bir oyun keçirir. Baxın, hesab 4-1'dir. Amma dayanmaq bilmirlər. Çakan komandası presinglərini davam elətdirir.
Referi Ramiz Hüseynova xəbərdarlıq eləyir. Referi Ramiz Hüseynova sakit olmağını bildirir. Ramiz Vəlizadə İsmailovla oynuyor. Madəddin Zeynalov qarşılayırlar. Presiklərə baxın. Sadəcə komandasından presiklərə baxın. Saatlarda növbəti hücum məmləsi Ardanış komandası üçün. Ramiz Vəlizadə Ramiz Hüseynovla oynuyor adaşı ilə. Yenidən qayıdır. Ramiz Vəlizadə. Çox sərt zərbələr var. Oy oy oy. Niyaz Abdullayev kritik müdaxilə. Kaptan. Qarşılayırlar. Evet Abdullayev'den 3-2'ye çıkırlar. Evet. Evet. Pas vermeyi bacarır. Kapıya doğru zərbə. Elvin İsmailov da kritik müdaxilə. Hesab Bərqinin böyüməyinə imkan vermir. Elvin İsmailov. Keçən oyun möhtəşəm seyvləri var idi bu oyuncunun. Bu oyun Çakək komandası qarşısında acizliğini bildirir. Artık kapısından 4 top göründü. Elvin İsmailov. Karşıya Oktay Süleymanov. İkili mübarizə. Karşılayırlar. Oktay Süleymanov kapısına dönür. Sol dina.